Azərbaycan tarixinə, mədəniyyətinə Əhmədiyyə Cəbrayılov kimi qəhrəmanları, Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə, Lütfəli Abdullayev kimi dahi sənətkarları bəxş etmiş qədim Şəki torpağındayıq. Bugün Lənkəran Dövlət Dram Teatrı öz ənənəsi, milli teatrımızın tarixində öz dəstxətti olan Şəki Dövlət Dram Teatrının səhnəsində yenidən çıxış etdi. Bu tamaşada çox aktual problemlər qaldırılıb. Bugünkü gənclərin öz yolunu tutması, ailə qurması problemləri, sonra həyatda öz mövqelərini tutması, sonra kimlikləri və hansı yolla seçim etmələri və bütün bu problemlər kontekstində aktyorların çox gözəl bir rolunu, gözəl bir oyununu və təqdimatını gördük. Hər bir aktyor öz obrazını oynayarkən onun bütün xarakterinə, onun bütün obrazın detallarına varmağa çalışırdılar. Quruluş çox mənalı idi və bütün hadisələr daha sadə dillə çatdırılmağa çalışırdı. Mənə elə gəlir ki, bu Lənkəran Dövlət Dram Teatrının ən gözəl uğurlarından biridir. Bu tamaşada mən Haris obrazını canlandırıram. Haris obrazı bir o qədər də dərin və enişli, yoxuşlu bir obrazdır. Biz bu tamaşanı xeyli rayonlarda, qastrolda, Lənkəranın özündə dəfələrlə oynamışıq, uğurla nümayiş elətdirmişik. Və bugün Şəki tamaşaçısı çox uğurla bizim tamaşamızı qarşıladı və inanıram ki, hər kəs bu tamaşanı bəyəndi. Əsəri çox sevdim. Sevincimdən əsərdə olan müsbət təsirlər məni demək olar ki, doluxsunmuş bir varianta gətirdi. Böyük bir tərbiyəvi iz buraxdığına görə əsərin müəllifinə və əsəri yaradıb səhnəyə çıxardan bütün personala öz minnətdarlığımı bildirirəm. Bizim tamaşaçılar özünüz bilirsiniz ki, Şəkidə teatrı sevən bir insanlardır və bugünkü gündə sizin gəlməyiniz lap yerinə düşdü. Laləzər xanıma da öz təşəkkürümü bildirirəm. Bugünkü gündə ki, biz öz tamaşası ilə bizləri sevindirdi. Tamaşa demək olar ki, çox müasir, çox gözəl, insanlara tərbiyə verici bir şəraitdə keçdi. Hansı ki, insan ona dərindən baxsa, ondan böyük bir tərbiyə, böyük bir dənə götürərdi özü üçün məsləhət. Və Lənkəran Teatrının təbii ki, burada çıxışı bizi üçün çox-çox xoşdur. Və təbii ki, bundan sonra da əlaqələrimiz genişlənəcək. Və bizim də Şəki Dövlət Dram Teatrı olaraq Lənkərana səfərimiz olacaq. Və bax, bu əlaqələr, bu bir-birlərinin işlərinə, tamaşalarına baxmaq, bir-birindən görüb götürmək ən vacib, bugün teatra lazım olan bir məqamdır. Ona görə də mən öz dostlarımızı bir daha təbrik edirəm. Onların gəlib burada tamaşa göstərdiklərinə görə təşəkkür edirəm və təbii ki, bundan sonra da onları Şəki Dövlət Dram Teatrında qəbul eləməyə hazırıq, gəlsinlər və belə gözəl tamaşaları bir daha göstərsinlər. Yüksək qonaqpərvərliyə görə, yaratdığı şəraitə görə Şəki Dövlət Dram Teatrının rəhbərliyinə, xüsusilə Mirbala müəllimə və onun səmimi, gözəl kollektivinə ürək dolusu təşəkkürlərimizi bildiririk və əziz dostlar, sizi Lənkəranda gözləyirik.